712-ci ildə Buxara şəhərində ilk məscidin inşası ilə, Cümə məscidinin inşası ilə bu tarix artıq Orta Asiyada İslamın yayılmağa başladığı tarix olaraq götürülə bilər. Hər yerdə olan Tanrıya yox, göydə olan Tanrıya inanırdılar. Bu, bilirsiniz, İslam dinində də uluv etiqadı ilə örtüşür. Yəni Allahın Mülk surəsi 16-17-ci ayələrdə deyildiyi kimi türklərin arasında zina yox deyiləcək qədərdir. Yəni zina bu millətin arasında yayılmamışdır deyə məlumat verir Əhməd ibn Fadlan. Əcəba Səlcuqlu ailəsi, yəni Səlcuq bəy və oğulları İslama qədər hansı dində idilər? Gök Tanrı dinində idilər, yoxsa başqa bir dində idilər? Dədə Qorqud, Atropat, bunlar şəxs adları deyil. Bunlar vəzifə adlarıdır. Daha doğrusu tituldur. Sultan Alparslanın biz döyüşdən əvvəl öz ordusuna belə xitab etdiyini bilirik. Qaynaqlarla verilən məlumata görə deyir ki, bugün burada nə sultan var, nə əskər. Bugün burada cihad var və mücahidlər var. Allahı və Rəsulunu sevənlər mənimlə qalsınlar, arvadını sevənlər evlərinə getsinlər deyə orduya bu şəkildə müraciət eləyir və heç kim əlbəttə ki, heç kim yerindən tərpənmir, heç kim döyüş meydanını tərk eləmir və öz ordusunun önündə döyüşə girir Sultan Alparslan. Bu da Sultan Alparslanın necə bir müsəlman olduğunu, necə bir hökmdar olduğunu və İslam dinində necə bir bağlılıqla bağlı olduğunu göstərir. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Bismillahirrahmanirrahim. Elhamdülillah. Və salatu və selamu alə Rasulillah. Nəbiyyənə Muhammedin və alə əlihi və sahbihi əcmain. Xoş gördük əziz izləyicilər, əziz həmvətənlər. Hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu. Bugün bir daha sizinlə çox maraqlı tarixi mövzudan bəhs edəcəyik. Bu mövzu İslam tarixinin şanlı səhifələrindən birindən bəhs edəcəkdir və bu mövzu məhz türklərin inşa etdiyi, əsasını qoyduğu bir dövlət haqqında olacaqdır. Bu dövlət Səlcuqlar haqqındadır. Səlcuqlar dövləti İslam tarixində dərin izlər buraxmış və tarixin çox əhəmiyyətli bir dönəmində hakimiyyətə gəlmiş və İslam dünyasına çox böyük xidmətlər göstərmiş bir dövlətdir və istərdik ki, bu tarix haqqında hər bir həmvətənimizin az-çox məlumatı olsun və biz öz kökümüzü, soyumuzu, əcdadlarımızı və onların nə üçün çalışdıqlarını inşallah bir daha sizinlə eşitmiş, öyrənmiş olaq. Və bu mövzunun müzakirəsi üçün təbii ki, bizə bir tarixçi olaraq Elnur müəllimi dəvət etmişik. Elnur müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Artıq izləyicilər sizi tanıyırlar, təqdimata məncə ehtiyac yoxdur. Elnur müəllim artıq, Allah razı olsun, mütəmadi olaraq bizimlə bu mövzularda danışır, bizi maarifləndirir və istərdik ki, Elnur müəllim, sizi ilk olaraq sözlərinizi deyin, sonra mövzuyu keçid edək. Təşəkkür edirəm dəvətə görə, çox sağ olun. Bəli, sizin də qeyd elədiyiniz kimi bizim bugünkü mövzumuz olan Böyük Səlcuqlu dövlətinin meydana gəlməsi və ümumiyyətlə türklərin, Oğuzların İslama keçidi və İslam dünyasında, İslam dünyasının siyasi ictimai həyatında aktiv şəkildə rol almaları haqqında olacaq. Mən elə gəlir ki, mövzuya biz qısaca bir mövzunun tarixşünaslığı və mənbəşünaslığı haqqında danışaraq giriş eləsək, yerinə düşəcək. Türk tarixinin yerli qaynaqları deyəndə, yəni türkçə qaynaqları deyəndə biz əlbəttə ki, hər şeydən əvvəl Orxon Yenisey abidələri ağlımıza gəlir ki, bunların da 732-ci və 735-ci illərdə yazıldığı təxmin edilən Kültigin və Bilgə Xaqan kitabələridir. Bunlar türkçə daş kitabələrdir. Amma türklərin İslamdan əvvəlki tarixi haqqındakı yazılı qaynaqlardan çox təəssüflər olsun ki, bu daş kitabələr xaricində türkçə olaraq bizim günümüzə qədər gəlib çatmamışdı. Bu, türklərin yazılı bir mədəniyyətinin olmadığı mənasına gəlmir. Olmasaydı, daş kitabələr də olmazdı. Sadəcə olaraq kağız və ya papirus üzərinə, perqament daha doğrusu üzərinə yazılmış mənbə materialları müasir dövrümüzə qədər gəlib çatmamışdı. Bu da obyektiv səbəbdəndir. Çünki bunlar zaman keçdikcə aşma uğrayan, çürüyən, itən materiallardır. Bunun əsas səbəblərindən biri də düşünürəm ki, türklərin geniş bir coğrafiyaya yayılmış olmasıdır. Məsələn, türk tarixi haqqında, İslamdan əvvəlki türk tarixi haqqında biz Çin
arxiv mənbələrindən daha çox məlumat alırıq. Niyə görə? Çünki məsələn 1000 il bundan əvvəl Çin dövləti haradaydısa, bu gün də Çin dövləti oradadır. Bəli. Amma 1000 il bundan əvvəl türk tarixi bir baxırsan ki, məsələn Uyğur dövləti də türk dövlətidir. Bu indiki Çin ərazisində, Şərqi Türkistanda Osmanlı dövləti də türk dövlətidir. Balkanlara qədər yayılıb və ya Avar dövləti Mərkəzi Avropaya qədər yayılıb. Geniş bir coğrafiyaya yayıldıqları üçün türk dövlətlərində tarixi, siyasi sənədlərin arxivləşməsi məsələsi ya gündəmə gəlməmişdi, ya da çox çətin bir şəraitdə olduğu üçün bu arxivləşmə işi aparılmamışdı. Buna görə də biz türklərin İslamdan əvvəlki tarixlərini daha çox Çin mənbələrinə baxaraq öyrənirik və yaxud da Yunan, Roma, Bizans mənbələrindən öyrənirik. Lakin türklərin İslamdan sonraki tarixinə aid çox müəzzəm, böyük bir mənbə materialları müasir günümüzə qədər gəlib çatmışdır ki, bunların böyük bir qismi farscadır, müəyyən bir qismi də ərəbcədir. Məsələn, Fəth əl-Bundarinin Zubdatun Nusra adlı əsəri və yaxud da Sədrəddin Əli İsfahaninin Tarixi Ali Səlcuq, Səlcuqlu ailəsinin tarixi və yaxud da Zubdatun Nusra adı ilə də tanınır bu əsər. İbnül Əsirin Əl-Kamil fi tarixində geniş məlumat verilir bu haqda, Səlcuqlu dövlətinin tarixi haqqında. İbn əl-Fariqinin Tarixi Mə'fariqin adlı əsərində biz çox geniş məlumata rast gəlirik Səlcuqlu tarixi haqqında. Anonim Təvarixi Ali Səlcuq adlı yenə bir başqa əsər var. Tarixi Cəhanquşa adlı əsər Əta Məlik Cüveyninin əsəridir. Elxanlılar dövrünün həm dövlət məmuru, vəziri, həm də tarixçi olan Rəşidəddin Fəzullahın Cəmi Təvarix adlı əsəri var ki, biz burada Səlcuqlu tarixinə dair kifayət qədər geniş və dərin məlumata rast gələ bilirik. Səlcuqlular tarixi kifayət qədər araşdırılmış bir mövzudur. İstər Türkiyədə olsun, istər Avropada və bütün dünyada tarixçilər tərəfindən dərin bir şəkildə araşdırılmış bir tarixi mövzudur Səlcuqlu tarixi. Müəllim, çox sağ olun dərin məlumatlara görə. Yəni Səlcuqlar hardan gəldilər? Yəni Səlcuqlar necə ortaya çıxdılar? Onlar hardan gəlmişlər? Hansı tayfalar idi? Səlcuqların tarix səhifəsinə çıxmasından əvvəl mən istəyərdim qısa biz toxunaq türklərlə müsəlmanlar, ərəblər arasındakı ilk təmaslardan danışım. Bu Raşid xəlifələr dövrünə təsadüf edir. Raşid xəlifələrdən Ömər ibn Xəttab və Osman ibn Əffanın dövründə ki, bu təmas da Azərbaycanda baş verir. Xəzər-ərəb müharibələrdə 7-ci əsrdən 9-cu əsrin ortalarına qədər davam eləmiş bir müddətdə Xəzər-ərəb müharibələri davam eləmişdir. Xəzərlər bu dövrdə Bizans imperiyasının müttəfiqi olaraq görürük biz və Bizans xilafət arasındakı müharibələrdə aktiv şəkildə rol almışlar, iştirak eləmişdilər. Bələncər döyüşü, məsələn, 650-ci ildə baş verir, Dərbənd yaxınlığında. Burada səhabələrdən Abdurrahman ibn Rabi əl-Bahili və qardaşı Salman ibn Rabi əl-Bahili şəhid olurlar. Eləcə də məşhur səhabə Əbu Hüreyrənin biz bu döyüşlərdə iştirak elədiyini və Azərbaycana səfər etdiyini görürük bu dövrdə. Əməvilər dövründə yenə türklərlə ərəblər arasında müharibələr baş verdiyini görürük biz. Xüsusən də Qutaybə ibn Müslim əl-Bahilinin, Həccac ibn Yusifin valisidir bu Orta Asiyada. Həccac ibn Yusif İraq valisi olduğu zaman Xorasan valiliyini onu təyin edir. Qutaybə ibn Müslim təyin edir və Qutaybə ibn Müslimin biz Orta Asiyada fəth hərəkatını apardığını görürük. İndiki Daşkənd, o vaxt Şaş adlanırdı. Səmərqənd, Bəlx, Nəxşəb, Bəlkənd şəhərlərinin fəthi 712-ci ildə Buxara şəhərində ilk məscidin inşası ilə, Cümə məscidinin inşası ilə bu tarix artıq Orta Asiyada İslamın yayılmağa başladığı tarix olaraq götürülə bilər. Beləcə türklərlə ərəblər arasında da bu şəkildə biz təmasın olduğunu görürük. Lakin çox təəssüflər olsun ki, bəzən indi dəb düşüb belə təqdim deyilirlər, sanki türklər zorla İslamı qəbul eləmişlər. Xeyr, bu təbiidir, bu döyüşlərin baş verməsi, bu məsələnin hərbi siyasi tərəfidir. Türklərin İslamı qəbul eləməsini biz Abbasilər dövründən etibarən görürük. 9-cu əsrin əvvəllərindən etibarən Abbasi ordusunda türk hərbiçilərin biz xidmət etdiyini görürük. Əməvilər dövründə də bir oxçu dəstəsi var idi Əməvi ordusunda, türklərdən ibarət. Lakin Abbasilər dövründə etibarən ordunun böyük bir qisminin türklərdən ibarət olduğunu görürük. Xüsusən də Suğur bölgəsi deyilən, yəni Bizansla
xilafət arasındakı sərhədyanı bölgə ki var Anadoluda. Bu Aralıq dənizinin şimal-şərqindən ta Ara dənizin cənub-şərqinə qədər davam edən indiki Kiçik Asiya Türkiyə arasında bir xətt idi, sərhəd xətti idi. Suğur adlanırdı. Buradakı qalalarda, ribatlarda biz böyük türk ailələrinin, hərbiçilərin öz ailələri ilə birlikdə məskunlaşdığını görürük. Qısacası Abbasilər dövründə artıq biz türklərin İslamı kütləvi şəkildə qəbul etdiyini görürük. İlk müsəlman türk dövləti olaraq da Qaraxanlıların biz ortaya çıxdığını görürük. Qaraxanlılar Uyğur dövlətinin Qırğızlar tərəfindən dağılmasından sonra Şərqi Türkistanda meydana çıxmış bir dövlətdir. Qaraxanlı hökmdarı Satuq Buğraxan şahzadəliyi dövründə bir Samani şahzadəsi, Əbu Nəsr adlı bir müsəlman Samani şahzadəsi Qaraxanlılara sığınır və Qaraxanlı sarayında qalır bir müddət. Burada Qaraxanlı şahzadəsi Satuq Buğraxanla eyni yaşda olduqları üçün bir təmas olur. Burada dostluq münasibəti qurulur və Satuq Buğraxan İslam dinini qəbul edir. Hakimiyyətə gəldikdən sonra isə Abdülkərim xan adını alır və bu tarix Qaraxanlı dövlətinin rəsmi olaraq İslam dinini qəbul etdiyi tarix. Çünki kütlə halında artıq, böyük kütlələr halında türklərin bir İslam dinini qəbul etdiyini görürük. Qurani-Kərimin tərcüməsi də yenə türkçəyə tərcüməsi, həm farsçaya, həm türkçəyə tərcüməsi də bu dövrə təsadüf eləyir. İlk olaraq Qaraxanlı türkçəsində müasir dövrümüzə qədər gəlib çatmışdır bu. Rheinland nüsxəsi deyilən bir əlyazma nüsxə var. Qurani-Kərimin ərəbcə sətirlər arasında Qaraxanlı türkçəsi ilə tərcüməsini yazıldığını görürük. Bu da deməkdir ki, bu insanlar Qurani-Kərimi oxuyaraq, anlayaraq qəbul eləmişlər İslamı. Yəni bunların İslamı sadəcə kəlmə-i şəhadətdən ibarət deyildi. İslamı istəyərək, könüllü şəkildə və anlayaraq qəbul eləmişdilər. Qaraxanlılar dövlətinin artıq biz 10-cu əsrin ortalarından etibarən bir müsəlman dövləti kimi tarix səhnəsində olduğunu görürük. Digər bir müsəlman dövlət, türk dövləti isə Volqa Bulqarlar dövlətidir ki, buna dair bizim əlimizdə çox dəyərli bir mənbə var. Bu həm türk tarixinin, həm rus tarixinin, həm ümumiyyətlə Orta Asiya coğrafiyasının və Şərqi Avropa xalqlarının tarixinə dair təməl qaynaq əsərlərdən biridir. Əhməd İbn Fadlanın Ər-Rihlə Səyahətnamə adlı əsəridir. Əhməd İbn Fadlan dövlət məmurudur. Abbasi dövlətində divan katibi idi və 920-ci ildə Volqa Bulqar hökmdarı Şelkey oğlu Almuş xan dövrün Abbasi xəlifəsi xəlifə Müqtədirə bir məktub yazır. Deyir ki, mən öz ailə mənsublarım və yaxın ətrafımla birlikdə İslamı qəbul elədim. Lakin bizim İslam dini sahəsindəki biliklərimiz məhduddur. Bu biliklərimizi, elmimizi artırmaq üçün bizim din alimlərinə ehtiyacımız var və bir də ətrafımızdakı düşmənlərdən qorunmaq üçün də qala və istehkamların inşasında bacarığı, biliyi olan mühəndislərə ehtiyacımız var deyir və belə bir məktub göndərir. Bu məktub Abbasi sarayına çatandan sonra xəlifə Müqtədir Billah böyük bir heyət hazırlayır. Bunların arasında fəqihlər var, İslam fiqhini bilən təfsir alimləri, hədis alimləri var və bir də dövlət məmurları var. Elçi heyəti təbii ki, bu diplomatik heyətdir. Mühəndislər var, qala və istehkamların inşasında bacarığı olan, biliyi olan mühəndislər var və böyük bir heyət yola çıxır. Və bu heyətin içərisində də saray məmuru olan, divan katibi olan Əhməd İbn Fadlan var. Əhməd İbn Fadlanın işi bütün səyahət boyu gördüyü və eşitdiyi hər bir şeyi raport etməkdir. Çox ona görə də dəyərli əsərdir. Bu raport müasir günümüzə qədər gəlib çatmışdı. Dünyanın bir çox dillərində də tərcümə olunub. Türklərin arasından keçib gedərkən müşahidə elədiyi, gördüyü, eşitdiyi hər bir şey qeydə alır və Oğuzlar haqqında da məlumat verir. Həmçinin İdil Volqa Bulqarlarının sarayı və oradakı vəziyyət haqqında necə oldu bunlar İslamı qəbul elədilər. Bu haqda da məlumat verir. Görüş keçirilir xanla, Almuş xanla və Almuş xan burada sual verir. Deyir ki, möminlərin əmiri, yəni xəlifənin adı nədir? Bu Müqtədir əslində xilafət tituludur. Deyir ki, adı Cəfərdir. Deyir, mən onun adını qəbul eləyə bilərəm özümə, adımı dəyişdirmək üçün. Heç bir maneə yoxdur deyirlər və o da Cəfər xan olaraq artıq ondan sonra tanınır. Və bu tarixdə, yəni 921-ci il İdil Volqa Bulqarlarının, türklərin, ki bunlar indiki Başqurtların, Tatarların, Kasan Tatarlarının bu əcdadıdırlar. İslam dinini bu şəkildə qəbul eləmiş olurlar. Bu tarixlər, yəni 10-cu əsrin birinci yarısı türklər arasında İslam dininin kütlə şəklində yayıldığının sübutudur, göstərgəsidir. Amma burada bir məsələ var. Heç bir xalq, belə deyim də,
bir xalqın daha doğrusu, bir xalqın kütlə şəkildə din dəyişdirməsi çox qəliz, çətin məsələdir. O uzun prosesdir. Bəli. Nadir hallarda baş verən bir şeydir. Niyə görə, necə oldu ki, türklər İslamı bu şəkildə kütlə şəklində qəbul elədilər? Biz burada türklərin İslamdan əvvəlki dini etiqadına, dini inanışlarına baxsaq, bu haqda bizə bir fikir formalaşacaq deyə düşünürəm. Türklər İslamdan əvvəl məlum olduğu kimi gök tanrı etiqadına, inancına sahib idilər. Məsələn, İbn Fadlan belə bir məlumat verir. Deyir ki, mən də Oğuzların arasında olduğum zaman bunu müşahidə elədim ki, bir Oğuz, bir Türk bir haqsızlığa məruz qalanda, ədalətsizliyə məruz, zülmə məruz qalanda üzünü səmaya tutub bir tanrı deyir. Çünki gök tanrıya inanırdılar. Hər yerdə olan tanrıya yox, göydə olan tanrıya inanırdılar. Bu, bilirsiniz, İslam dinində də uluv etiqadı ilə örtüşür. Yəni Allahın Mülk surəsi 16-17-ci ayələrdə deyildiyi kimi, türklərdə də tanrının, yaradanın səmada olduğunu, səmada olan bir olan Yəni tanrı. ucalıqda, yüksəklikdə. Olduğuna inanırdılar. Və onların adət-ənənələri haqqında məlumat verərkən belə bir məlumat verir. Deyir ki, aralarında, yəni türklərin arasında zina yox deyiləcək qədərdir. Yəni zina bu millətin arasında yayılmamışdır deyə məlumat verir Əhməd ibn Fadlan. Buna biz əslində cahilə dövrü ərəblər arasında görürük. Məsələn, Əbu Süfyanın xanımı Hind beyət eləyərkən Rasulullah sallallahu əleyhi və səlləm şərtlər deyir ki, nəyin üzərinə beyət eləyəcək? Zina eləməyəcəksiniz. Və o da deyir ki, hür qadın zina eləyərmi? Yəni bu onu göstərir ki, mental baxımdan türklər İslama çox yaxın idilər. Və yaxud da başqa bir məlumat Əhməd ibn Fadlanın verdiyi budur ki, deyir ki, bunların arasında, türklərin arasında eyni cinsli münasibət olsaydı, yəni homoseksual bir münasibət üzərində yaxalanan olsaydı, çox ağır cəzalandırırdılar. İkiyə bölürdülər, şaqqalayırdılar. Yəni deyir, iki elastik ağacı əyib, ayaqlarını bağlayıb, sonra buraxırdılar və adam bu şəkildə bəli. Bu onu göstərir ki, dediyim kimi mental baxımdan türklər İslama çox yaxın idilər. Və yaxud onların adət-ənənələri haqqında deyir, biz onların arasında olanda az qala deyir, dava eləyəcəkdilər ki, qonaq kimi yanında qalsın deyə. Yəni bizi evlərinə qonaq aparmaq üçün deyir, öz aralarında mübahisə elədilər. Bu da yenə İslamın hədislərdən bilirik ki, qonağa hörmət eləmək İslam dinində də çox yüksək qiymətləndirilir. Və yaxud da sözə etibar eləmək. Məsələn, belə bir məlumat verir Əhməd ibn Fadlan, deyir ki, Oğuzlar birisi köçəri heyvandarlıqla məşğul idilər, böyük heyvan sürüləri var idi. Məsələn, deyir, bir müsəlman tacir gəlib onlardan pulunu daha sonra, bir il sonra vermək şərti ilə qoyun almaq istəyəndə ki, bu sayədə yüzlərlə, minlərlə indi, bir sözlə, yəni növbəti il gətirib verəcəm deyəndə deyir, yəni sənədsiz də belə deyək, onu o sözə etibar edərək verirdilər. Kişi sözünə. Bəli, kişi sözünə yəni. Belə deyək. Ki bu da möminin əlamətlərindən biridir. Möminin surəsində möminlərin və verdikləri vədə əməl eləmək. Bax, buraya qədər sadaladıqlarımız onu göstərir ki, türklər əslində dediyim kimi mental baxımdan, həyat tərzi baxımından İslama çox yaxın idilər. Və İslamı qəbul eləmək olarkən elə də çətin olmamışdı. Və bu şəkildə biz türklərin arasında İslamın yayıldığını görürük. Səlcuqlulara gəldikdə, Səlcuqlu ailəsi necə oldu ortaya çıxdı, necə oldu formalaşdı? Tarixi mənbələrinin verdiyi məlumata belədir ki, çünki bu dövrdə türklər Səlcuqlu ailəsi ilk meydana çıxanda çox məşhur olmadıqları üçün verilən məlumatlar da belə deyək də azdır bu haqda. Belə bir məlumat verilir ki, Səlcuq bəyin atası olan Duqaq bəy Temür Yayıq, yəni Dəmir Yaylı ləqəbli Duqaq bəy Oğuz Yabqusu, Yabqu titullu Oğuzların hökmdarına deyilir. Onun yaxın adamlarından idi və ordu komandanı idi. Səlcuqlular bildiyimiz kimi Qınıq boyuna, 24 Oğuz boyundan Qınıqlara mənsubdular. Həm Qınıq boyunun rəhbəri idi, həm də Oğuz Yabqusunun yaxın adamlarından və komandanlarından biri idi. Onun ölümündən sonra oğlu Səlcuq gənc yaşlarında atasının yerini tutur, yəni Qınıq boyuna rəhbərlik eləyir və ordu komandanı olur. Lakin bilinməyən səbəb, tarixi qaynaqlarda baxda məlumat verilir, bilinməyən bir səbəbdən Oğuz Yabqusu ilə münasibətləri pozulur. Və bu münasibətin pozulmasından ötürü o məcbur olaraq Oğuzların Xəzər dənizinin şimal-şərqindəki yurdunu tərk eləyərək cənuba, müsəlman türklərin yaşadıkları əraziyə köçmək məcburiyyətində qalır və indi Özbəkistan ərazisində yerləşən Cənd şəhərinə gəlir. Və Cənd şəhərində məskunlaşır.
Bir müddət sonra da burada İslam dinini qəbul edir. O da eyni şəkildə İslam dinini qəbul elədikdən sonra ki, bu tarix 960-cı il olaraq göstərilir. Samanilər Orta Asiyada bu Fars Tacik mənşəli bir dövlət idi. Evet. İslam dininin rəsmi dövlət dini idi bu dövlətin və Samani əmirinə Əbu Mansura bir məktub yazır və mənə İslam dinini öyrədəcək alimlər göndərin deyə ondan xahiş edir və o da onun xahişi ilə İslam dinini ona öyrətmək üçün fəqihlər göndərilir və Səlcuq bəy və yaxın ailə üzvlərinin biz İslam dinini qəbul etdiyini görürük. Bu şəkildə, yəni 960-cı ildən etibarən artıq Səlcuqlu ailəsini müsəlman olaraq görürük. Lakin bəzi mülahizələr var ki, əcəba Səlcuqlu ailəsi, yəni Səlcuq bəy və oğulları İslama qədər hansı dində idilər? Gök Tanrı dinində idilər, yoxsa başqa bir dində idilər deyə bir sual ortaya çıxır. Bu sual da hardan ortaya çıxır? Biz onun İslam dinini qəbul etməmişdən əvvəl oğulların adlarına baxırıq. Oğulların adı Arslan İsrail, Musa, Yusif və Mikail. Səmavi dinlərdən hər hansı biri ilə tanış olmayan bir şəxsin öz övladlarına bu adları qoyması mümkün deyil. Bəzi ehtimala görə Səlcuqlu ailəsi İslamdan əvvəl Yəhudiliyə sitayiş edir. Xəzərlər kimi. Çünki biz bəli 740-cı ildə Xəzər xaqanı Bulan xaqanın Yəhudiliyi qəbul etdiyini bilirik tarixi mənbələrdən, düzdür. Zənn edildiyi və ya təqdim edildiyi kimi Xəzərlərin arasında Yəhudilik geniş yayılmamışdı. Elit təbəqə deyə, elitası belə deyə Xəzərlərin. Ordu komandanları, iri feodallar, əyanlar və s. arasında yayılmışdı və bu səbəbdən də belə bir sual ortaya çıxır. Əcəba bunlar Yəhudi dinində idilərmi? Amma əlimizdə dəqiq bir belə deyək, sübut olmadığı üçün amma bir hipotez olaraq sadəcə bir ehtimaldır. Və bir də Türk tarixinin, unutmadan bunu da deyim, Türk tarixinin önəmli bir mənbələrindən biri də Kitab-ı Dədə Qorquddur bildiyimiz kimi. Kitab-ı Dədə Qorqud düzdür 15-ci əsrdə yazıya keçirilib, amma tədqiqatçılar belə hesab edirlər ki, Kitab-ı Dədə Qorquddakı bəzi hekayələr, daha doğrusu baş vermiş hadisələr 9-10-cu əsrə aid hadisələrdir və uzun əsrlər, bir neçə əsr şifahi olaraq bu dastan ötürülür, daha sonra yazıya keçilir. Hətta bəzi hadisələrin 7-8-ci əsrlərdə baş verdiyini, təsvir edildiyini, baş vermiş hadisələrin təsvir edildiyi də ehtimal edilir. Məsələn, Kitab-ı Dədə Qorqudu oxumayan varsa da Dədə Qorqud filminə yəqin ki, hamı tamaşa edib. Orada belə bir fraqment var. Bəyburoğlu Bamsı Bəyrək düşmənlər tərəfindən qaçırılır, oğurlanır və bir zindana atılır. Və 16 il bu zindanda qalır. Atası Bəybura oğlunun həsrəti ilə ağlaya-ağlaya gözləri kör olur. Nəhayət o əsirlikdən qayıdıb gəlir və öz qanlı dəsmalını atasının gözünə sürtür. Bu Yusif Peyğəmbərin, Yusif Peyğəmbərin hekayəsidir əslində. Burada sadəcə olaraq personaj adları dəyişilib. Və yaxud yenə biz Kitab-ı Dədə Qorqudda Basatın Təpəgözü öldürülməsi hadisəsini görürük. Təpəgöz alnının ortasında bir gözü olan bir məxluqdur. Və biz bilirik ki, bütün peyğəmbərlər öz qövmlərini tək gözlü məlunla çəkindiriblər. Dəccal fitnəsindən çəkindiriblər. Və bu da bir ehtimaldır ki, əcəba bir vaxtlar Gök Tanrı dini və yaxud da Türklərin arasında sırf özlərinə məxsus olan bir tövhid anlayışına, belə deyə, üzərində qurulmuş bir din var idimi? Yoxsa bu hekayələr də yenə də Yahudilikdən dastan şəklinə keçərək Türklərin arasında yayılmışdımı? Belə bir ehtimal da irəli sürmək olar. Həmçinin Dədə Qorqud adının özü də. Bunu da deyim ki, hər halda dinləyicilərimiz üçün maraqlı olacaq. Azərbaycanda belə bir səhv təsəvvür var ki, Dədə Qorqud, Atropat, bunlar şəxs adları deyil. Bunlar vəzifə adlarıdır. Daha doğrusu tituldur. Qorqud, yəni qorxud, məsələn biz Divan Lüğət-i Türkə baxanda Qaşqarlı Məhmudun qorqudluq, yəni qorxutmaq mənasında istifadə olunur ki, biz bilirik ki, peyğəmbərlərin vəzifələrindən biri də nə idi? Öz qövmünü xəbərdar eləmək, qorxutmaq, yəni Allahın əzabı və axirət əzabı ilə, bəli. Və ona görə də belə bir ehtimal da irəli sürülür ki, əcəba bu Dədə Qorqud bir Dədə Qorqudmu olub, yoxsa çox Dədə Qorqudmu olub? Necə ki, məsələn, biz Əbu Reyhan Əl-Birunun əsərlərinə baxanda orada görürük ki, Abbasilərin son dövrlər deməyim, 10-cu əsrə qədər bir Azərbad adlı, ki, bu Atropat şəklində erməniləşdirilib bizim kitablarda çox səhəsiflər olsun ki, əslində bu Azərbaddır, Azərabaddır.
bir məcusi din xadimi, yəni məcusilərin din xadimlərinin lideri, belə deyək. Məsələn, bu günlər necə ki, şeyxülislamlıq, müftilik və yaxud patriarxlıq, papalıq varsa, bu da bir titul idi. Yəni sadəcə bir atropat olmayıb, yəni bir çox atropat olub. Azərabaddır ki, bunların adı. Sonradan niyə görəsə erməniləşdirilmiş formada, bəli, bizim tarix kitablarında da düşüb. Və bu şəkildə Dədə Qorqud da bir insanları çəkindirən, Allahın əzabına çəkindirən bir şəxs idimi? Bu əsər də bu şəkildə mi yarandı deyə bu məlumatları da biz dinləyicilərimizə verək ki, nəinki onlar üçün də maraqlı olar. Mövzumuza qayıdacaq olsaq, 960-cı ildə Səlcuq bəy İslam dinini qəbul edəndən sonra Səlcuqlular aktiv bir şəkildə Orta Asiyadakı siyasi proseslərin içərisinə daxil olurlar. Onu qeyd edeyim ki, bu dövrdə İslam o vaxt hakim dövlət orada Qəznəvilər idi də. Qəznəvilər idi, bəli, Qəznəvilər idi, lakin bir tərəfdə Qaraxanlılar dövləti var idi. Samanilər dövləti var idi və Qəznəvilər dövləti vardı. Mavərənnəhrə, yəni iki çay arasında, Seyhun və Ceyhun çayları arasındakı bölgə və Orta Asiyanın böyük bir qismi Xorasan həmçinin Samanilərin hakimiyyəti altında idi. Xorasanın bir qismi, indiki Əfqanistan, Pakistan Qəznəvilərin hakimiyyəti altında idi ki, Sultan Mahmud Qəznəvi böyük bir hökmdar idi, belə deyək, Allah yolunda cihad edən bir hökmdar idi. Hindistan səfəri, 25 Hindistan səfəri var. Bugünkü Hindistanda İslam dininin yayılmasında çox böyük əməyi var Sultan Mahmud Qəznəvinin. Sultan Mahmud Qəznəvinin dövləti var idi və bir də Qaraxanlılar dövləti. Bu üç dövlət arasında mübarizə gedirdi bu coğrafiyada, belə deyim. Və bir də Büveyhilər var idi. Büveyhilər indiki İranın qərbini və Iraqı öz əllərində saxlayırdılar. Büveyhilər İran mənşəli bir dövlət idilər. Biz bir qədər sonra Səlcuqlu Büveyhi mübarizəsində bu haqda daha geniş hər halda məlumat verəcəyik. Və Səlcuqlu ailəsi bu şəkildə bir siyasi mübarizənin içərisinə daxil olurlar, tərəf olurlar. Kimdən tərəf olurlar? Burada Samanilər onların hərbi gücündən istifadə edir öz rəqiblərinə qarşı, Qaraxanlılara qarşı və Qəznəvilərə qarşı. Bunun müqabilində Arslan İsrailə, yəni Səlcuq bəyin oğluna Samanilər Buxarə ilə Səmərqənd arasındakı bölgədə məskunlaşmaq üçün bir yurd yeri verirlər. Və Samanilər arasında Səlcuqlular böyük bir nüfusa sahib olurlar. Çünki hərbi gücə malik idilər, süvari qüvvəsinə malik idilər. Və Samani dövləti 999-cu ildə Qaraxanlılar tərəfindən ləğv edildi, belə deyə, əraziləri ələ keçirildi və dövlət faktiki olaraq 999-cu ildə ləğv olundu. Bu Səlcuqlular üçün bir qədər, belə deyək, bölgədə diskomfort yaratdı. Çünki onların müttəfiqi idi Samanilər, onlar ləğv oldu. Lakin Arslan İsrail Qaraxanlı hökmdarı ilə də bir dil taparaq onun xidmətinə daxil oldu və öz mövqeyini, belə deyək, bu şəkildə qormuş oldu. Lakin bir müddət sonra Əli Tegin adlı bir şəxsin ortaya çıxdığını görür. Əli Tegin Qaraxanlı ailəsinə mənsub idi və Qaraxanlı hökmdarı ilə Əli Tegin arasında taxt uğrunda mübarizə başlayır. Bu mübarizədə Arslan İsrail Əli Teginin tərəfini tutur və beləcə Qaraxanlılarla yenidən Səlcuqlular arasında bir hərbi siyasi mübarizə başlayır. Əli Teginin fəaliyyəti və Səlcuqluların bölgədəki fəaliyyəti Sultan Mahmud Qəznəvini də narahat edir. Və buna görə də Sultan Mahmud Qəznəvi 1025-ci ildə Qaraxanlı hökmdarı Yusif Qədir xanla görüşür və birlikdə onlar həm Əli Tegin, həm də Səlcuqlulara qarşı bir ittifaq müqaviləsi imzalayırlar, müttəfiqlik qururlar. Lakin Sultan Mahmud Qəznəvi həm Arslan İsrailin, belə deyək, qüvvəsindən çəkinirdi, həm də onu əslində öz tərəfinə çəkmək istəyirdi. Və bu məqsədlə onunla bir görüş təşkil edir, onu özünə qonaq dəvət edir. Bu qonaqlıqda onunla söhbət əsnasında Sultan Mahmud Qəznəvi deyir ki, siz bilirsiniz, biz Hindistan üzərinə tez-tez səfərlərə çıxırıq. Dörd bir tərəfdən qazilər bizə, könüllülər gəlirlər. Siz niyə bu döyüşlərdə iştirak eləmirsiniz? Əgər iştirak eləsiniz, qənimətdən pay alarsınız falan deyəndə Arslan İsrail razı olur. Əslində isə Sultan Mahmud Qəznəvi onu yoxlayırdı, onun gücünü bilmək istəyirdi. Deyir ki, məsələn, mən sənə müraciət edəsəm, mənə nə qədər qüvvə göndərə bilərsən deyəndə Arslan İsrail sadağından, ox qabısından bir ox çıxarır. Oxların üzərində də klema olurdu, yəni şəxsin. Deyir ki, əgər bunu mənə göndərsən, mən sənə 10.000 süvari göndərə bilərəm. Daha nə qədər deyəndə bunu 200.000 süvariyə qədər çıxardı. Bilmirik, bu mübaliğə ilə gücünü göstərmək istəyir, yoxsa həqiqətən bu qədər gücə sahib idim. Amma hər halda az gücə sahib deyildi. Onun belə
böyük bir hərbi gücə sahib olması Sultan Mahmud Qəznəvini qorxudur. Və onu geri buraxmır, həbs edir onu. Aslan İsrail oğlu Qutalmışla birlikdə indiki Kəşmir ərazisində olan Kalincar qalasına, orası belə deyək də ev həbsinə göndərir. Azadlığını məhdudlaşdırır, belə deyək. Bu Səlcuqlular arasında çox narahatlıq yaradır. Çünki onların lideri həbs olunmuşdu və Sultan Mahmud Qəznəvi 1030-cu ildə dünyasını dəyişir, yerinə oğlu Sultan Məsud keçir. Sultan Məsud dövründə də yenə Səlcuqlularla münasibətlər gərgin bir şəkildə davam eləyir. Səlcuqlular Xorasana məskunlaşmaq istəyirlər. Xorasan ərazisinin indiki Nişapur, İranın şimal-şərqində Məşəd adlanan yer və onun ətrafında məskunlaşmaq istəyirlər. Qəznəvilər buna izin vermirlər və bu da Qəznəvilərlə Səlcuqlular arasında bir neçə döyüşün ardıcıl şəkildə baş verməsinə səbəb olur. Qəznəvilərlə Səlcuqlular arasındakı mübarizə davam edərkən bir tərəfdən də biz Cənd Məliki, Şah Məlik adlı şəxsin Səlcuqlulara bir hücum elədiyini görürük. Səlcuqlular burada 8000 adam itirirlər. 1007-ci ildə Səlcuq bəy artıq 100 yaşını keçmişdi, vəfat eləyir, dünyasını dəyişir və bu hadisələr, bu dövr daha doğrusu Səlcuqlu ailəsinin çətin bir dövrüdür. Çünki Çağrı bəy artıq bu Səlcuq bəyin oğullarından Mikail gənc yaşda dünyasını dəyişmişdi. Onun iki oğlu Toğrul və Çağrı babalarının yanında böyümüşdülər. Artıq gənc idilər, orduya komandanlıq eləyə biləcək yaşlı idilər. Və Çağrı bəy və Toğrul bəy öz aralarında belə razılaşırlar ki, Orta Asiyadakı, Xorasandakı Oğuzların liderliyində Toğrul bəy qalsın. 1016-cı ildə Çağrı bəy İran ərazisindən keçərək Anadolunun şərqinə gəlir və buradakı Bizans ərazisinə bir 3000 nəfərlik bir dəstə ilə, süvari dəstəsi ilə bir yürüş eləyir. Bu kəşfiyyat xarakterli bir yürüş idi. Yəni gələcəkdə buralara daha böyük hərbi səfərlər tərtib eləmək üçün bölgənin öyrənilməsi məqsədi ilə edilmişdi. 3000 nəfərlik bir süvari dəstəsi ilə Van gölü ətrafına gələn Çağrı bəy burada Vaspurakan dövləti vardı, erməni çarlığı idi bu. Bir neçə gün ərzində bütün Vaspurakan çarlığının ərazisini zəbt edir və erməni dəstələrini bir neçə saat ərzində məğlub edir, məhv edir. Və bu da onunla nəticələnir ki, Cənubi Qafqaz və Şərqi Anadolu, o cümlədən Gürcülər üzərinə də bir yürüş eləyir, onları da məğlub eləyir. Biz Urfalı Mateos adlı bir salnaməçi var, xristian salnaməçi. Onun Xronologiya adlı əsərində Çağrı bəyin bu səfərini təsvir edərkən üzərlərinə gələn döyüşçüləri nə şəkildə təsvir edir? Çox qorxmuşdular. Yel kimi uçan atların üzərində, əllərində uzun nizələri, oxları və yayları olan qadın kimi uzun, hörüklü döyüşçülərdən, qorxunc döyüşçülərdən bəhs edir Urfalı Mateos və elə sürətlə hücum edirdilər ki, onların qabağını almaq mümkün deyildi şəklində təsvir edir bu döyüşləri və Çağrı bəyin bu 3000 nəfərlik dəstəsi bir neçə il, 1019-cu ilə qədər 3 illik bir hərbi kampaniyadan sonra Anadolunun şərqində geri qayıdırlar, yenidən Orta Asiyaya qayıdırlar, Xorasana qayıdırlar və Sultan Məsud ilə Səlcuqlular arasında vəziyyət çox gərgin olduğu üçün 1035-ci ildə Nəsa döyüşü baş verir. Nəsa döyüşündə Səlcuqlu qüvvələri Qəznəvi ordusunu məğlub edir və Xorasanı ələ keçirirlər. Sultan Məsud bu döyüşdəki məğlubiyyətə baxmayaraq onların istəyini yerinə yetirir. Yəni onlar da münasibətin daha çox gərginləşməsinin qabağı almaq üçün Çağrı bəyə, Toğrul bəyə və Musa Yabquya Xorasanda Nəsa, Fəra və şəhərlərini yurd olaraq, məskən olaraq verir. Lakin bu aldadıcı bir manevr idi. Əslində o döyüşə hazırlaşırdı və bu da ondan nəticələndi ki, 1038-ci ildə böyük bir ordu ilə Sultan Məsud özü şəxsən Səlcuqluların üzərinə yürüş elədi və Sərax şəhəri yaxınlığında döyüş baş verdi. Bu döyüşün kimin qələbəsi ilə və ya kimin məğlubiyyəti ilə bitdiyi haqqında tarixçilər arasında yekdil bir fikir yoxdur. Səlcuqlular qalib gəlməmişdilər, amma məğlub da olmamışdılar. Çünki geri çəkildilər və səhralıq ərazidə öz qüvvələrini yenidən toparlanmaq üçün gözləməyə başladılar. 1039-cu ildə Təlxab döyüşü baş verir tərəflər arasında. Bu döyüşdə də Sultan Məsudun Qəznəvilərin ordusu
gözlənilən nəticəni ala bilmirlər və ona görə də hərbi yürüşü davam etdirmək qərarına gəlirlər. Sultan Məsud Nişapura gəlir, qışı burada keçirir ki, növbəti yaz mövsümündə yenidən Səlcuqluların üzərinə yürüşə çıxsın. Aldadıcı bir manevrlə Çağrı bəy onları susuz bir əraziyə qədər çəkir və buradakı su quyularını məhv edir və böyləcə say baxımından üstün olmasına baxmayaraq Qəznəvi ordusu susuz, yorğun bir vəziyyətdə 1040-cı ilin may ayında, may ayının 23-də Dandanəkan adlı yerdə iki tərəf arasında döyüş baş verir. Səlcuqlu ordusu bu döyüşdə Qəznəvi ordusunu məğlub edir. Çünki dediyim kimi Qəznəvi ordusu uzun bir yol gəlmişdi, susuz və yorğun idilər və elə bir şəkildə məğlubiyyətə uğrayır ki, Qəznəvi ordusu hətta az qala Sultan Məsud özü də öldürüləcəkdi və çox çətinliklə canını belə deyək qoruya bildi bu döyüşdə. Bu döyüşlə, yəni Dandanəkan döyüşü ilə Səlcuqlu dövləti özünün qüvvəsini, qüdrətini bölgədə sübut etmiş oldu. Biz 1038-ci ildə rəsmən artıq Nişapurda Sərəx döyüşündən sonra Toğrul bəyin adına xütbə oxunduğunu, yəni o bir hökmdar olaraq artıq qəbul edildiyini görürük və bu tarix, yəni 1038-ci il Böyük Səlcuqlu dövlətinin quruluş tarixi sayılır. Və Abbasi xəlifəsi Əl-Qaim Billaha da bir məktub göndərirlər. Öz uğurları, qələbələri haqqında məktub yazırlar və Əl-Qaim Billah da xəlifə onları bir təbrik məktubu göndərir və onların hakimiyyətini tanıdığını bildirir. Bu tarixdən sonra biz bütün İran coğrafiyasının, müasir İran coğrafiyasının belə deyək, keçmiş Qəznəvi mülklərinin və Büveyhilərin əlində olan şəhərlərin bir-bir Səlcuqluların əlinə keçdiyini görürük. Rey, Kirman, Şiraz və digər şəhərlər, daha sonra İsfahan Səlcuqlular tərəfindən ələ keçirilir. ərazilərdə. Əfqanistanın qərb bölgəsi, indiki Bəlx şəhərinin olduğu bölgə Səlcuqluların əlinə keçir və lakin dediyim kimi Səlcuqluların əsas hədəfi qərb idi. Onlar daha çox qərbə doğru yürüş eləməyə çalışırdılar və xəlifənin dəvəti ilə 1055-ci ildə biz Sultan Toğrulun Bağdada getdiyini görürük. Bağdada girir və Bağdad Səlcuqlular tərəfindən ələ keçirilən sonra burada Büveyhi dövləti var idi. Büveyhilər dövlətinin varlığına son qoyulur. Üzr istəyirəm, Səlcuqlular İslamın hansı məzhəbinə mənsub idilər? Səlcuqlu ailəsinin biz sünnilikdə, sünni məzhəbinə mənsub olduğunu görürük. Hənəfi məzhəbində olduqlarını bilirik. Yəni tarixi məlumatlardan belə məlum olur. Bəs Büveyhilər? Büveyhilər isə İran mənşəli idilər və daha doğrusu İran mənşəli deyəndə Deyləmli idilər və Şiə məzhəbinə mənsub idilər. Biraz bu haqda məlumat versək, mənə elə gəlir ki, tamaşaçılarımız üçün də, dinləyənlərimiz üçün də maraqlı olacaq. Büveyhi dövləti 10-cu əsrin birinci yarısında ortaya çıxmışdı. 936-cı ildə qurulduğu bilinir. Bu dövlətin banisi Buyə və ya Büveyh İbn Fərra Xosrov adlı bir şəxs idi. Ailə özünü Sasani ailəsinə bağlayır, yəni mənşə etibarilə Sasanilərin soyundan gəldiyini bildirirlər. Bunun nə dərəcədə doğru olduğunu təsbit etmək mümkün deyil. Ola bilsin ki, yaşadıkları, hakimiyyətdə olduqları coğrafiyada öz hakimiyyətlərinin legitimliyini belə deyək, sübut elətdirmək üçün də uydurmuş da ola bilərlər. Bəlkə də Sasanilərin həqiqətən soyundan idilər. Onu deyim ki, onların çıxdıqları bölgə, coğrafiya, yəni Deyləm, Mazəndaran və Ruyan, indiki Xəzər dənizinin cənubunda İranın o dağlıq, şimaldakı dağlıq ərazisi idi. İslam burada çox gec yayılmışdı. Xilafətin tərkibinə də demək olar ki, buralar daxil olmamışdı. Biz Həsən Əl-Utruş adlı bir şəxsin ki, bu şəxsin Həzrət Əlinin soyundan olduğu bildirilir. Abbasilərə qarşı bir qiyam qaldırır və bu qiyam uğursuzluqla nəticələndiyi üçün də qaçaraq bu Deyləm bölgəsindəki dağlıq ərazidə gizlənir və Deyləm hakimi tərəfindən məcusi idi. Deyləmin bu dövrdə məcusi idilər bunlar. Hələ ki atəşpərəstliyi tərk İslam qəbul eləməmişlər. Xeyr, hələ ki İslam qəbul eləməmişlər. Söhbət 10-cu əsrdən gedir. Himayə eləyir və Həsən Əl-Utruşun təsiri ilə bunlar İslam dinini qəbul edirlər. Lakin Həsən Əl-Utruşun ölümündən sonra da İslamla elə deyək də təmas olmadığı üçün özlərinə məxsus bir İslam anlayışı formalaşdı bunlarda və biz bu bölgədə, yəni Deyləm bölgəsində şiəliyin yayıldığını görürük. Necə ki, Büveyhilər, Ziyarilər, bunlar İran mənşəli şiə
dövlətləridir. Bu bölgədə formalaşmışdı. Buveyhin, yəni 3 oğlundan bəhs edilir tarixdə. Həsən, Əli və Əhməd. Bunlar əsasən dövlətin qurucuları, bunlar sayılır. Bu 3 qardaş sayılır və 945-ci ildə biz Bağdadın Buveyhilər tərəfindən ələ keçirildiyini görürük. 945-ci ildən sonra Abbasi xilafətinin faktiki olaraq heç bir hökmü qalmır. Çünki tamamilə Buveyhilərin təhəkkümü, hakimiyyəti altındaydılar. Onu da qeyd edeyim ki, həmin dövrə qədər ərəblər arasında və şiə ərəblər arasında bilinməyən, olmayan, mövcud olmayan əzadarlıq, bugünkü belə deyək də anlayışla, əzadarlıq anlayışında Buveyhilər gətirilir. Biz bilirik ki, ümumiyyətlə İslamdan əvvəl də, hətta cahiliyyət dövründə də ərəblərin örfündə, adət-ənənəsində bu şəkildə bir yas saxlama olmayıb. Yəni illərlə davam edən və ya hər il həmin yasın təntənəli bir şəkildə, belə deyək, qeyd edilməsi ənənəsi yox. Cahiliyyət dövründə. Farslarda olub o. Farslarda olub, bəli. Bunu biz İskəndər deyəsən. Siyavşan məclisləri olaraq bilinir. Bu da Firdosinin Şahnaməsində də bu haqda danışılır. Ki, İran-Turan müharibələri və Siyavuşun döyüşlər deyilir. Bəli, Siyavuşun xəyanətə uğrayaraq türklər arasında öldürülməsi hekayəsi, bundan sonra onun üçün bir yas tutulur. Siyavuş yəni Fars mədəniyyətində var. Bəli, Fars mədəniyyətində, şəhzadə idi bilindiyi kimi. Və hər il Siyavuşun öldürüldüyü yerə gedilir və burada insanlar qara paltar geyərək başlarına torpaq səpirlər, ah-nalə qaldırılır və s. Bu ənənə Buveyhilər tərəfindən Bağdada gətirilir. Və Bağdadda Məhərrəm ayının hər il 10 günü Şeypur və Təbil sədaları altında küçə yürüşlər keçirilir, insanlar qara geyinirlər və bu yas ənənəsi bu şəkildə hətta insanlara su daşımağa belə qadağan edirlər. Yəni o dövrdə bilirsiniz, indiki bir su şəbəkəsi yox idi. Suyu şəhərdən kənardan daşıyıb su paylayırdılar, onu qadağan edirlər. Yəni həmin gün heç kim su daşıya bilməz və susuz qalmadılar. Susuz qalmadılar insanlar həmin gün və bu ənənə, bu əzadarlıq ənənəsi belə deyim, Buveyhilərlə birlikdə Bağdada gəlir. Sadəcə bu da deyil, lənət ənənəsi də yenə biz Buveyhilər dövründə məscidlərdə iri qara bayraqların asılması, məscidlərin divarlarına səhabələr haqqında nalayiq ifadələr və lənətlərin yazılması ənənəsi də Buveyhilər tərəfindən gətirilir. Bu dəfələrlə ixtişasa səbəb olur. Çünki Bağdadda həm də sünni əhali yaşayırdı. Və bu ixtişaş o yerə qədər gəlib çatır ki, o bəzi fanatiklər tərəfindən, hətta Buveyhi hakimləri özləri məcbur olub bunu qadağan edirlər ki, bu qədər kifayətdir. Çünki istər-istəməz hakimiyyətdə onlar da axı bu ixtişaşın qabağını da 2 dəqiqədə bir almaq onların üzərinə düşür. Bu cür ixtişaşlar çıxmasın deyə belə deyə məhdudlaşdırırlar bir qədər bu ənənələri və Buveyhilər tərəfindən gətirilir. Bəli. Yenidən mövzumuza qayıdacaq olsaq, Buveyhi təhəkkümündən, hakimiyyətindən, hegemonluğundan qurtarmaq üçün Abbasi xəlifəsi Əl-Qaimbillah Sultan Toğrula bir məktub yazır və onu Bağdada dəvət edir. Sultan Toğrul Bağdada gəlir. Buveyhilərin bu dövrdəki hakimi olan Məlik Rahim adlı bir şəxs idi. Bunu həbs eləyir. Lakin Buveyhilərin türk mənşəli şiə bir komandanı vardı. Arslan Bəsasiri. O itaətsizlik göstərir və Bağdadı tərk etsə də sonradan yenidən Mosula ələ keçirilir, gah Bağdadı yenidən ələ keçirilir və 1058-ci ildə Toğrul bəy Arslan Bəsasirinin də tamamilə aradan qaldırandan sonra artıq biz Buveyhilər dövlətinin tarix səhnəsindən silinib getdiyini görürük. 1058-ci ildə Xəlifə Əl-Qaimbillahla Toğrul bəy arasında rəsmi görüş olur. Çox təntənəli bir görüş olaraq təsvir olunur bu tarixi mənbələrdə. Xəlifə ona Əs-Sultanul Məğrib vəl-Məşriq, yəni Şərqin və Qərbin sultanı ünvanını verir. 7 iqlimi, bilirsiniz, xilafət 7 vilayətdən ibarət idi və o vaxt coğrafiyada 7 iqlim olaraq, yəni belə təsvir olunurdu. 7 xələt yedirir ona. Yəni sən 7 iqlimin hökmdarısan mənasında qiymətli. Abbasi xəlifəsi vaxtı simvolik bir xarakter daşıyırdı. Simvolik, bəli. Daha çox mənəvi nüfusu var idi. Xəlifələrin artıq siyasi bir nüfusu, hərbi nüfusu qalmamışdı, mənəvi nüfusu. Amma mənəvi nüfusu da kifayət qədər geniş idi. Yəni məsələn, hər hansı bir hökmdarın o belə deyək də qeyri-qanuni məşru olmadığını elan eləsəydi, onun məşruluğu həqiqətən sual altına düşürdü.
Yəni mütləq xəlifənin, bəli, bu həqiqətən də hökmdardır deyə bir Təsdiq fərmanı olmalıdır, olmalıdır ki, bəli. cümə günü xutbələrində indiki kimi kütləvi informasiya vasitələri olmadığı üçün cümə xutbələrində hökmdarın adı çəkilir. Bəli. Və hamı da bilirdi ki, dövlətin başında dayanan şəxs kimdir. Bəli. Və Abbasi xəlifəsinin mütləq belə bir fərmanı olmalı idi ki, cümə günü xutbələrində, çünki cümə xutbələrini verən xətiblər ona bağlı idilər. Bəli. Ki o hökmdarın kim olduğunu elan etsinlər. Bu baxımdan onun mənəvi nüfuzu kifayət qədər böyük idi Abbasi xəlifələrinin. Baxmayaraq ki, bu vehilər onların siyasi gücünü qırmışlar, amma mənəvi nüfuzları qalırdı. Və buna görə də Toğrul bəy Abbasi xəlifəsi ilə görüşür, hədiyyələşirlər. O ona dediyim kimi xələtlər verir, onun belinə qılınc bağlayır, yəni onun siyasi hakimiyyətin təmsilçisi olaraq onu belə deyək irəli sürür. Toğrul bəy də ona cins atlar hədiyyə eləyir, 50.000 qızıl dinar və s. Hədiyyələr verir və daha sonra aralarında bir qohumluq əlaqəsi də qurulur. Baxmayaraq ki, Toğrul bəy bu vaxt artıq yaşı 70-ə yaxınlaşmışdı. O xəlifənin qızı Səidə ilə evlənir və 1063-cü ildə bu evlilikdən bir müddət sonra Sultan Toğrul dünyasını dəyişir, vəfat eləyir. Mənbələr onu bu iki qardaşla Çağrı bəy ondan əvvəl vəfat eləmişdi. Toğrul bəy və Çağrı bəyin biz komandan olduğunu, sərt xarakterli, sərkərdəlik qabiliyyəti olan bir adam olaraq görürük. Toğrul bəy isə əksinə mülayim xarakterli, mərhəmətli, bəli, siyasətçi idi və həmçinin məsələn ibadətinə İsfahan edir ki, ibadətlərinə çox düşkün idi. Yəni namazlarını vaxtında qılan çox dindar bir şəxs idi, mərhəmətli bir şəxs idi. Bu şəkildə təsvir edirlər onu tarixi qaynaqlar. Lakin övladı yox idi. Nə qız, nə oğlan övladı olmadığı üçün Toğrul bəy bu şəkildə dünyasını dəyişir. 1063-cü ildə o qardaşı Çağrının kiçik oğlu Süleymanı vəliyyət elan edir. Vəliyyət şəhzadə olaraq elan edir. Lakin digər qardaşların bu xoşuna gəlmir. Çünki ənənəyə görə böyük qardaş keçməli idi yerinə. Yəni öz övladı yox idisə Çağrı bəyin böyük oğlu keçməli idi. Qavurd idi. Ondan sonra Alparslan gəlirdi. Süleyman ən kiçiyi idi. Lakin əmisi Süleymanı seçmişdi. Bu onların xoşuna gəlmir. Ona görə də bu vəsiyyətə əməl eləmirlər və Süleymanın bəli hakimiyyətə gəlməsindən sonra biz onu görürük ki, Alparslanın böyük qardaşı Şahzadə Qavurd Rey üzərinə bir yürüş eləyir hakimiyyəti ələ keçirmək üçün. Vəzir Künduri buna qarşı çıxır, o istəmirdi. Alparslan daha çox istəyirdi ki, Qavurd olmasın. Alparslan da ona görə də Alparslana bir məktub yazır və onu dəvət edir ki, qardaşından əvvəl gəlsin deyə və beləcə Süleyman, az yaşlı Süleyman hakimiyyətdən uzaqlaşdırılır və Sultan Alparslan hakimiyyətə gəlir. Sultan Alparslan dövründə də biz yenə Səlcuqlu dövlətinin ənənəvi o fəth siyasətini davam etdiyini görürük. 1064-cü ildə bir Cənubi Qafqaz səfəri var Sultan Alparslanın. Çünki Səlcuqlu əmirləri bu şəkildə istəyirdilər. Yəni bir qurultay keçirilir və bu qurultayda belə qərara gəldirilir ki, növbəti səfərlər Şərqi Anadolu Bizans imperiyası üzərinə edilsin. Çünki bu insanlar dediyim kimi Resulullah sallallahu əleyhi və səlləmdən də gələn bir çox hədislərdə ki, o İslam uğrunda mübarizə aparan qrup belə deyək, müjdələnmiş qrup. Firqan Naciyə. Bəli. Ki, Allahın adını yaşadacaqlar. Bəli, hədislərdə məşər olmuş şəxslər idi bunlar. Bunlar həqiqətən də Allah yolunda qəza etmək, qital etməyə, cihad etməyə öz üzərlərində bir vəzifə borc bilən şəxslər idi və buna görə də Bizans üzərinə yürüşlər tələb edirdilər və Sultan Alparslan da fikir bu istiqamətdə idi, əmirlərlə razılaşdı və buna görə də Cənubi Qafqaza 1064-cü ildə bir hərbi kampaniya təşkil edildi. Bu hərbi kampaniya vaxtı Gürcüstan, bunlar bu vaxt erməni və gürcü, Şərqi Anadolu və Cənubi Qafqazda da gürcülər Bizans vassallığını qəbul eləmişdilər. Hər ikisini məğlub eləyir və hər ikisinə də Səlcuqluların vassallı olmağı qəbul etdirir. Bundan sonraki hərbi səfərlərində biz Cənubi Qafqazda yenə Şəddadilərin, o cümlədən Rəvadilərin də Səlcuqlulara, Sultan Alparslana itaat etdiyini görürük və Sultan Alparslan bu mərhələdə bir birləşdirici rol oynayırdı ki, bu qüvvələri səfərbər etsin, birləşdirsin, ondan sonra Bizans üzərində bir hərbi yürüş eləsin. Digər tərəfdən də növbəti hədəfi də Fatimilər dövləti idi. Çünki bu Vehilər dövləti ləğv olunsa da Fatimilər dövləti hələ də qalırdı. Qüds məsələn. Fatimilər Misirdə hakim idilər. Fatimilər Misirdə və Şamda hakimiyyətdə idilər. Qüds məsələn Fatimlərin əlində idi. Məkkə və Mədinədə Fatimi xəlifəsinin belə deyək adına xütbə oxunurdu. Sultan Alparslan təzyiqi ilə bu ləğv olundu.
Fatimilərə təzyiq göstərdi və Məkkə və Mədinədəki cümə xutbələrində özünün və Abbasi xəlifəsinin cümə xutbələrində adının çəkilməsini təmin elədi. 1070-ci ildə baş verir bu. Və yenə 1070-ci ildə biz onun Şam səfərinə çıxdığını görürük. Hədəfi Qüds idi, Qüdsə azad eləmək istəyirdi Fatimilərdən. Lakin Səlcuqlu əmirlərinin dediyim kimi Konya, Kayseri, Sivasa qədər, hətta bəzi Anadolunun, yəni Ege dənizi sahillərinə qədər davam edən hərbi yürüşləri var idi. Bunlar daha çox qarətçi yürüşlərdi. Qənimət ələ keçirmək üçün olan yürüşlər idi. Və bu Bizans imperiyasının belə deyək, nüfuzunu sarsıtmışdı. Bizans imperiyası özünün bu sarsılmış nüfuzunu bərpa eləmək üçün ki, bu dövrdə Bizans imperiyasında da biz siyasi qeyri-sabitliyin olduğunu görürük. Roman Diogen adlı bir generalı sərkərdəni dul imperatriçə ilə evləndirib ona ümid bağlayırlar ki, bu Bizansın sarsılmış nüfuzunu yenidən bərpa eləyəcək və Roman Diogen də bu ümidi doğrultmaq üçün 200 minlik bir qüvvə toplayır. Həm Bizans qüvvələridir bunlar, həm Gürcü, həm Erməni, həm də Avropadan gələn xristian könüllülərdən ibarət bir Xaçlı ordusu, səlibçi ordusu tərtib edir və Şərq səfərinə çıxır. Sultan Alparslan bu vaxt Şamda idi. O gələn məlumatlardan bilir ki, artıq Bizans imperatoru yolu yarı eləyib, belə deyək. Məsələ ciddidir. Bəli, çox az qalıb və buna görə də Şamda az bir qüvvə qoyaraq özü çox sürətli bir şəkildə İraqın şimalından keçərək Azərbaycana gəlir və Azərbaycandan da Şərqi Anadoluya, Van Gölü hövzəsinə gəlir və burada qüvvələrini səfərbər eləyir. Təxminən 30-40 min nəfərlik bir qüvvə ilə bura gəlir və burada 1071-ci il avqust ayının 26-sında tarixin sonraki gedişatına istiqamət vermiş bir döyüş baş verir. Malazgirt müharibəsi baş verir. Malazgirt döyüşündən əvvəl biz tarixi mənbələrdə Sultan Alparslanın bütün gecəni səhərə qədər səcdədə dua etdiyini məlumatlar var ki, Allahdan zəfər, qələbə diləyir və həmçinin Abbasi xəlifəsi də həmin gün cümə gününə təsadüf edir. 26 avqust 1071-ci il. Abbasi xəlifəsi də xilafət ərazisindəki bütün məscidlərdə cümə günü Səlcuqlu ordusu üçün, Türk ordusu üçün dua edilməsini istəyir və Sultan Alparslanın biz döyüşdən əvvəl öz ordusuna belə xitab etdiyini bilirik. Qaynaqlara verilən məlumata görə deyir ki, bugün burada nə sultan var, nə əskər. Bugün burada cihad var və mücahidlər var. Allahı və Rəsulunu sevənlər mənimlə qalsınlar, arvadını sevənlər evlərinə getsinlər deyə orduya bu şəkildə müraciət eləyir və heç kim əlbəttə ki, heç kim yerindən tərpənmir, heç kim döyüş meydanını tərk eləmir və öz ordusunun önündə döyüşə girir Sultan Alparslan. Bu da Sultan Alparslanın necə bir müsəlman olduğunu, necə bir hökmdar olduğunu və İslam dinində necə bir bağlılıqla bağlı olduğunu göstərir. Ona görə 30-40 minlik ordu ilə 200 minə qalib gəlir. Bəli, həmin bu döyüşdən sonra biz belə deyək, Orta Şərqdə Türkün 1000 illik bir hakimiyyətinin başlanğıcıdır. Əsasını qoyur orada. Bəli, həqiqətən də Malazgirt müharibəsindən sonra ta 1924-cü ilə qədər Ağqoyunluların, Qaraqoyunluların, Əfşarilərin, Qacarlarının bunlar hamısı Türk sülalələrində biz hakimiyyətini gördük. Bu 1000 illik bir Türk hakimiyyəti tarixdən Malazgirtdən etibarən başlayır və davam edir. Malazgirt müharibəsi həqiqətən də istər bəşər tarixi, İslam tarixi, isə Türk tarixində bir dönüm nöqtəsidir. Bu tarixdən etibarən biz Anadolunun Türklərin üzünə açıldığını və Anadolunun Türk və İslam yurdu olmağa açıldığını, fəth edildiyini görürük. İstanbulun o müjdələnmiş fəth ki vardı, Konstantinopolun fəthi üçün belə deyək bir addım idi bu. Çünki Malazgirt müharibəsi olmasaydı Konstantinopolun fəthi olmazdı və bu baxımdan çox əhəmiyyətli idi. Türk qəbilələri hamısı yerləşir Anadoluya, köç edirlər. Həqiqətən də ağır bir məğlubiyyətə uğrayır burada. Bizans qüvvələri çox ağır bir məğlubiyyətə uğrayırlar. Çox itki verirlər, canlı qüvvə itkisi olur. Canlı qurtaranlar qaçmaqla qurtara bilirlər, lakin çox sayda da əsir alınır. Əsirlərin arasında həmçinin imperator da vardı. Roman Diogen də var idi və Roman Diogenlə Sultan Alparslan arasındakı dialoqu da çox mənalı bir şəkildə belə deyək, tarixi mənbələr nəql edirlər. Sultan Alparslan ona sual verir, deyir ki, nə fikirləşsən, səncə mən sənə nə edəcəm deyir və Roman Diogen belə deyir ki, əgər sən qəssabsansa, yəqin ki, mənim boynumu vurduracaqsan. Tacirsənsə, yəqin ki, məni satdıracaqsan kölə bazarında,
Yox, əgər sən hökmdarsansa, yəqin ki, məni bağışlayacaqsan ki, bu da az olunan bir ehtimalı deyir. Və Sultan Alparslan da özünün hökmdar olduğu, onun qonağı kimi rəftar edir, əsir kimi yox. Deyir ki, mən səni əfv edirəm. Amma müəyyən tələbləri olur, bir müqavilə imzalanır. Bu müqaviləyə görə Bizans imperiyası Səlcuqlu imperiyasının belə deyək, vergi ödəyicisi, xərac ödəyicisinə çevrilir. Çox ağır şərtlər altında bir müqavilə imzalanır ki, bu müqavilə Bizans sarayında qəbul olunmur. Roman Diaqin geri qayıdan kimi məğlub bir hökmdar o boyda ordunu aparıb batırıb, üstəlik belə bir müqavilə bağlayıb, onu yaxalayıb gözlərini kör eləyirlər və bir rahib kimi aparıb bir monastıra salırlar. Dolayısıyla bu müqavilə bağlansa da hökmü olmur, yəni həyata keçirilə bilmir. Bu hadisədən bir il sonra da Sultan Alparslan Xarəzmə gedir. Xarəzmdə bir qarışıqlıq, üsyan hərəkatı var idi. Burada Qaraxanlılar yenidən Orta Asiyada öz nüfuzlarını qaldırmaq istəyirdilər. Bunun qarşısını alır, Xarəzm işlərini yoluna qoyur, lakin bir sui-qəsdinə uğrayır və gözlənilmədən 1072-ci ilin elə avqust ayında dünyasını dəyişir. Allah rəhmət etsin. Öz vəsiyyətinə uyğun olaraq yerinə oğlu Məlikşahı vəsiyyət edir. Məlikşah atasının layiqli bir davamçısı idi. O Məkkə və Mədinə bu dövrdə Fatimlərdən tamamilə azad edilir və Səlcuqlu dövlətinə birləşdirilir rəsmi olaraq. Həmçinin onun da hakimiyyəti cəmi 20 illik bir hakimiyyəti dövrü var. Onun haqqında nəinki müsəlman tarixçilər, hətta xristian tarixçilər, məsələn erməni salnaməçilər, elə biraz əvvəl adını çəkdiyim Urfalı Metayos xronologiya əsərində Sultan Məlikşah vəfat edilərkən də deyir ki, İsəvilərin atası öldü. Çünki o deyir bizə qarşı, bir atanın övladına qarşı himayə elədiyi kimidir bizi himayə elirdi. Məsələn, bir qrup erməni din xadimi, başda erməni katolikosu olmaqla Məlikşahın hüzuruna gəlirlər. Onları vergilərdən və rüsumlardan azad etməsini xahiş edirlər. Bunu qəbul edir. Sultan Məlikşah onlara hədiyyələr verir və yola salır. Bu, əslində Əməvilər və Abbasilər dövründən etibarən davam edən müsəlman dövlətlərinin kilsə siyasəti idi. Niyə görə? O Ömər ibn Xattabın vaxtından gəlmişdi. Bəli. İlk dəfə Ömər ibn Xattab siyasət yürütmüşdü. Niyə görə? Şərq xristianlığını müsəlman dövlətləri, həm Abbasilər, həm Əməvilər, həm də Səlcuqlular himayə edirdilər. Bizans məlum olduğu kimi bunların arasında bir məzhəb fərqliliyi və məzhəb ziddiyyəti var. Pravoslavlıq, yəni ortodoks xristianlıq, diafizit etiqadı adlandırılır. Xristianlıqda iki əsas etiqadi məzhəbdir bunlar. Monofizitlik və diafizitlik. Yəni bu mövzuya görə biraz uzun mövzudur. Qısaca belə deyim ki, onların etiqadına görə İsa'nın iki təbiəti var ya da bir təbiəti var. İsa görəsən insan tanrı idi, yoxsa sadəcə tanrı idi. Diafizitlərə görə həm insan, həm tanrı idi. Monofizitlərə görə isə tanrı idi, insan cildində yerə gəlmişdi. Yəni hər ikisi səhv olan bir bizə görə, biz müsəlmanlara görə bir etiqaddır. Şərq xristianlığı monofizit xristianlığı idi. Məsələn, erməni Qriqoryan kilsəsi, həmçinin Misirdəki Qıpti xristianlar, Efiopiya xristianları, bunlar şərq xristianları adlanırlar. Bunlar monofizitdirlər. Pravoslav xristianlar, Bizans kilsəsi isə diafizit etiqadındadılar və bir-birlərini heç cürə qəbul eləmirlər. Aralarında dərin bir ziddiyyət var. Bir-birini onlar kafir adlandırır. Bəli, kafir təkfir edirlər bir-birlərini, afaroz edirlər və xilafət ərazisindəki xristianların monofizit olması daha əlverişli idi. İstər xilafət, istər Səlcuqlu sultanları üçün. Çünki belə olacağı təqdirdə onlar Bizansın təsirindən xilas olunmuş olacaqlar və buna görə də monofizitliyi istər Əməvilər, istər Abbasilər, istər də Səlcuqlular, xüsusən də Məlikşah dəstəkləyirdi. Bu dövlətin rəsmi kilsə siyasəti idi və bu səbəbdən də biz Cənubi Qafqazda olsun, istər xilafətin və ya Səlcuqluların digər ərazilərində monofizitliyin, yəni ermənilərin də mənsub olduqları bu dini etiqadın daha çox yayğın olduğunu görürük. Bu səbəbdən yayılmışdı. Bu siyasət ta Konstantinopolun fəthinə qədər davam eləmişdi. Konstantinopolun fəthindən sonra belə bir siyasətə də artıq ehtiyac qalmamışdı. Yəni bunları dəstəkləməyə də ehtiyac qalmamışdı. Bu haqda da beləcə məlumat vermiş olaq tamaşaçılarımıza. Səlcuqluların Məlikşahdan sonraki, Məlikşah da tarixi qaynaqlarda bildirdiyinə görə 1092-ci ildə zəhərlənərək sui-qəsd nəticəsində dünyasını dəyişmişdi. Bundan sonra biz Səlcuqlu dövlətinin şahzadələr arasındakı Xaşqaşlar o vaxtı Xaşqaşlar, biz bu vaxtda danışmışdıq əslində Xaşqaşlar və Atabəylər haqqında danışarkən Səlcuqlu dövlətindəki taxt mübarizəsi, şahzadələr arasındakı hakimiyyət uğrundakı çəkişmələr və Səlcuqlu dövlətinin necə zəifliyib sui-qəsdlər də onlar idi. Bəli. Önər müəllim, çox sağ olun, təşəkkür edirəm.
Çox dəyərli məlumatlar verdiniz. Allah sizdən razı olsun, Mən minnətdarlıq təşəkkür edirəm sizə. edirəm. Siz də çox Və sağ olun. Allah ümumiyyətlə sizdən razı olsun. tariximizi bilməli, hər bir müsəlman bu tarixi bilməlidir. Çünki tarixdə əslən böyük bir ibrət var. Yəni insan xüsusən də bir müsəlman olaraq İslam tarixini insan oxuyanda, öyrənəndə, o tarixi biraz araşdıranda, o xronikaya bir baxanda onun üçün müəyyən bir ön baxış görsənir. Yəni insan belə deyək də seçim eləməyi də çox asan da olur ona. Çünki yəni belə deyək də həmişə güclü siyasətçilər kimlərdən olur? Tarixçilərdən. Çünki onlar tarixi yaxşı biləndə, onlar daha yaxşı analiz edə bilirlər, daha yaxşı dərk edirlər vəziyyətləri. Ona görə tarix həqiqətən insanın gözünü açır. Ümidvaram ki, bu verilişdə, bu mövzuda izləyicilərimiz üçün çox böyük faydalı bir veriliş oldu. Və inşallah növbəti çəkilişlərimizdə daha maraqlı, daha gözəl mövzularda toxunarıq Allahınızın. Çox sağ olun, təşəkkür edirəm Siz sizə. də çox sağ olun. Dəyərli izləyicilər, sizə də minnətdarlığımı bildirirəm. Çox sağ olun. Əziyyət çəkib bizi dinlədiyiniz sona qədər. Siz də videolarımızı bəyənib paylaşmağı unutmayın. Və ümidvaram ki, bu kimi videolar sizi maraqlandırır. Əgər sizə maraqlıdırsa, şərh bölməsində mütləq şəkildə bunu qeyd edin, bizə bildirin. Və bu bizim üçün həm növbəti videonun çəkilməsinə bir təkandır, həm də işimizin gedişatının analiz edilməsi üçün də bizə çox önəmlidir. Çox sağ olun, təşəkkür edirik. Allah sizi var eləsin. İnşallah növbəti görüşənə qədər. Sağ olun.